Xoş gəlmisiniz bu dəfəki dərin mənbə təhlilimizə. Siz, yəni məlumatı sadəcə qısa deyil, həm də dərindən öyrənməyi sevənlər üçün bugün cəmiyyəti olaraq bəzən unudulan, amma çox həssas bir mövzunu seçmişik. Baxın, təsəvvür edin ki, yaşadığımız cəmiyyətin, belə deyək də, görünməz, lakin hamı tərəfindən qəbul edilmiş mənəvi bir sərhəddi var. Aha, düzdür. Və bu sərhəd betonla, tikanlı məftillərlə filan çəkilməyib, o tamamilə ortaq dəyərlərlə, məsələn, dövlət bayrağı kimi mütləq rəmzlərlə müəyyən olunub. Kimsə bu sərhəddi tapdağı yanda, cəmiyyətin reaksiyası anında və təbii olaraq çox kəskin olur. Biz instinktiv şəkildə qəzəblənirik, dərhal cəza tələb edirik. Bəli, xüsusən də indiki dövrdə emosiyalar sosial şəbəkələrdə dərhal zirvəyə qalxır. Tamamilə. Və bugün əlimizdəki mənbədə məhz bu cür partlayıcı bir anla bağlıdır. Milli Az saytında Daxili İşlər Nazirliyinə istinadən qısa bir xəbər var. Xəbərdə deyilir ki, Sumqayıtda 27 yaşlı Alim Qasımzadə adlı şəxs dövlət bayrağına hörmətsizlik etdiyinə görə polis tərəfindən saxlanılıb. Amma burada çox önəmli bir nüans var. Bu sadəcə qürur rəsmi bir məlumat kimi görünə bilər. Lakin xəbərin içində elə bir kiçik detal var ki, o bütün mənzərəni dəyişir. Gəlin bunu hissələrə ayırıb incələyək. Söhbət hansı detaldan gedir? Söhbət polis tərəfindən həmin şəxs barəsində tədbir görülərkən, onun məhz psixi sağlamlıq vəziyyətinin xüsusi olaraq yoxlanılması və nəzərə alınmasından gedir. Kənardan oxuyanda, bilirsiniz, bu sadəcə rəsmiləşdirmə proseduru kimi səslənə bilər. Amma biz dərinə getdikdə, bu kiçik detalın əslində hüquq sisteminin necə işlədiyini, yəni emosiyalarla deyil, prinsiplərlə hərəkət etdiyini sübut etdiyini görürük. Gözlə gəl bunu biraz daha açaq. Çünki, sərt reallıq budur ki, sosial şəbəkədə kimsə bayrağa hörmətsizlik edildiyini görəndə, o adamın necə deyərlər, psixi sağlamlığı heç kimin vecinə olmur. Elədir, kütlə dərhal ədalət istəyir. Ay sal. Kütlə cəza tələb edir, cəmiyyət o adamı onsuz da öz zehnində artıq məhkum edib, bəs hüquq sistemi bu nəhəng ictimai təzyiqə necə müqavimət göstərir? Niyə birdən-birə bu adamın tibbi arayışına, psixi vəziyyətinə bu qədər böyük əhəmiyyət verilir? Çünki ədalət sisteminin ən vacib, bəlkə də ən böyük funksiyası cəmiyyətin soyuducu mexanizmi olmaqdır. İctimai emosiyalar nə qədər isti, nə qədər mühakimə edici olarsa, qanun da bir o qədər obyektiv və soyuqqanlı qalmalıdır. Hüquqda çox sadə amma fundamental bir konsept var. Fiziki əməl və zehni niyyət. Yəni, sən qanunu pozanda hüquq yalnız sənin əllərinin nə etdiyinə baxmır, eləmi? Tam olaraq, həm də sənin beyninin o an nə düşündüyünü axtarır. Bir hərəkətin cinayət sayılması üçün sən etdiyin əməlin mahiyyətini mütləq anlamalısan və bunu şuurlu şəkildə istəməlisən. Başa düşürəm. Yəni, sistem bu adam bayrağı cırdı faktı ilə kifayətlənmir, dərhal soruşur ki, bu adam bayrağı cırdığını və bunun, əslində nə demək olduğunu dərk edirdimi? Məhz, əgər bir fərdin anlama qabiliyyəti hansısa xəstəlik səbəbindən zədələnibsə, ortada şuurlu bir niyyət ola bilməz axı. Qanun belə vəziyyətlərdə cəzalandırma mexanizmini kənara qoyur. Bunun əvəzinə reabilitasiya yanaşmasını işə salır. Şuuru yerində olmayan birini cəzalandırmaq cəmiyyəti qorumur. Sadəcə qisas aktına çevrilir, elə deyil? Bəli, və sağlam bir hüquq sistemi heç vaxt qisasla, hirslə işləmir. Bu deməkdir ki, bizim bayaq qurduğumuz o mənəvi sərhəd analogiyasına qayıtsaq, hüquq sistemi sadəcə sərhədi pozanı dərhal vuran bir snayper deyil. O, daha çox bir sərhəd buraxılış məntəqəsidir. Əla müqayisədir. Kimsə sərhədi keçəndə əvvəlcə onun pasportunu yoxlayır. Yəni şuurunu, niyyətini. Əgər o pasport etibarsızdırsa, yəni insan zehni qərar vermək gücündə deyilsə, hüquq o şəxsə fərqli bir tibbi pəncərədən yanaşır. Dəqiq tapdın. Və bu mexanizm elə hadisə yerindən, yəni polisin ilk müdaxiləsindən başlayır. Polis təkcə qayda pozuntusunu dayandırmır, eyni zamanda o pozuntunun arxasındakı psixoloji konteksti də sənədləşdirir. Xəbərdəki o kiçik ifadə, yəni psixi sağlamlığın nəzərə alınması məhz bu prosesin nəticəsidir. Beləliklə, həm dövlət rəmzi qorunur, həm cəmiyyətin nizamı təmin edilir, həm də fərdin sağlamlıq vəziyyəti ədalətsiz yerə tapdalanmır. Bütün bunları bir araya gətirsək, bu xəbərin arxasındakı əsas məntiqini görmüş olarıq.
Bəs dinləyicilərimiz üçün, yəni bütün bunlar nə deməkdir? Bəli, cəmiyyətdə qaydalara tabe olmaq, dövlət rəmzlərinə hörmət sarsılmaz bir dəyərdir. Amma hüquqi məsuliyyət təyin edilərkən, mental sağlamlıq sistemin ən böyük filtrinə çevrilir. Bizə elə gəlir ki, qanun həmişə sərt və birmənalıdır. Lakin bugün öyrəndik ki, onun içində insan psixologiyasını oxuya bilən, dərindən işləyən bir ölçü mexanizmi var. Tamamilə. Bu cür xəbərləri oxuyarkən, ictimai qəzəblə obyektivlik arasındakı uçurumu görmək əslində bizi cəmiyyət olaraq daha yetkin edir. Bizim bugünkü təhlilimiz bu qədər, amma siz ekranı və ya qulaqçığı bağlamazdan əvvəl beyninizdə fırlanması üçün bir sual buraxmaq istəyirəm. Özünüz üçün bu barədə düşünün. Əgər hər hansı bir ictimai qayda pozuntusunun arxasında sağlam və şuurlu bir niyyət yoxdursa, cəmiyyət olaraq biz qanunun sərtliyi ilə insan psixologiyasına olan yanaşma arasındakı o incə balansı necə qorumalıyıq? Növbəti dəfə səs-küylü, qısa bir başlıq oxuyanda, dərhal mühakimə etməzdən öncə o quru faktların arxasında hansı dərin qərarların dayandığını xatırlamaq unutmayın. Yenidən görüşənədək.